ilk endirilən ayə nədir? Oxu. İqra bismi rabbikellezî halaq. Oxu. Bu oxumaq bilsən nədir? Dil ilə təkrarlamaq. İngilis dilində recite var, oxumaqdır. Bir də read var, oxumaq. Read kitabdan bir şey oxumaqdır. Recite səsli şəkildə. Məsələn bir mahnı oxumaq, azan oxumaq, recite, azan. İqra azan kimi bir şey oxumaq, səsli oxumaqdır. Read kimi kitabdan oxumaq deyil. Yəni Quran iqra deyəndə, götür kitab oxu demək istəmir. Quran iqra deyəndə həyatı oxu mənasında deyil. Yox, deyil. Quran iqra deyəndə həyatı oxu mənasında heç nə demir orada. Elə ki mən sənə deyirəm ki, ingilis dilində bilsən də, I am reading university. Mən universitet oxuyuram dedim elə. Amma ingilislər I am reading university demirlər axı. Mən universitetdə deyirlər. I'm studying university. Sən reading university sən səhv demiş olursan. O da oxumaqdır. Amma o kitabın üzündən oxumaqdır. Yəni Quran iqra deyəndə kitabı üzündən oxu, kainatı bax belə oxu. O mənada oxumaqdan söhbət getmir. Təkrarla deməkdir səsli şəkildə. Həzrət Muhammed də o ayəni oxuyan kimi nə deyib kainatı oxumağa başladı. İqra, təkrarla, dinən. Bismi rabbikellezî halaq. O da həqiqətən də iqra eləyir, oxuyur. Bismi rabbikellezî halaq. Yaradan Rəbbin adıyla oxu. Xalaqal insana min alaq deyə davam edir. Kainat kitabını oxumaq düzgün mənada. Kainata bax, hər şeyin mənasını çıxart. Said Nursi məsələn bunu çox istifadə edir. Amma Said Nursi demir ki, iqranın mənası budur. Said Nursi bunu biz o ikisini birləşdirmiş beynimizdə. Deyir ki, Quran bu oxu dediyin Said Nursi bu. Said Nursi bir şey demir.